Salam, bu dərsimizdə Versal-Vaşinqton sistemini danışacağıq. Versal-Vaşinqton sistemi, yəni Almaniya və onun müttəfiqləri ilə, belə desək, məğlub dövlətlərlə imzalanmış bir razılaşma idi. Yəni, Birinci Dünya Müharibəsinin nəticələri ilə bağlı idi. Bu konfrans Paris Sülh Konfransı zamanı daha dəqiq desək, bu razılaşma əldə olunur. Bu razılaşmalar ümumilikdə Versal-Vaşinqton sistemini əhatə edəcək. Çünki Vaşinqton konfransından da biz danışacağıq. Yəni, bütün bu edilənlərin hamısı Birinci Dünya Müharibəsindən sonra dünyanın şəkilləndirilməsinə, mövcud vəziyyətin düzəldilməsinə həsr olunmuşdur. Nə zaman toplandılar? Bunlar 1919-cu ilin 18 yanvarında Parisin Versal sarayında və yaxud desək, güzgülü salonda. Baxın, burada deməli, müqavilənin güzgülü salonda müqavilənin imzalanması Almanların deməli 19-cu ilin iyun ayında müqavilənin imzalanmasının təsviri verilib Parisin güzgülü salonunda. Baxın, müqavilə imzalanır 19-cu ilin 28 iyununda. Bu 28 iyun bizə nəyi xatırlatdı? 28 iyunda nə baş vermişdi? Həmin o Frans Ferdinandın məhz qətlə yetirilməsi, həmin o Birinci Dünya Müharibəsinə səbəb olan hadisənin baş verməsi. Bəs 18 yanvar bizə nəyi xatırladacaq hansı hadisə? Məhz 1871-ci ildə Alman İmperiyasının elan olunmasına. Bunlar hamısı simvolik tarixlərdir. Alman İmperiyası harada elan olunmuşdu? Parisin Versal sarayında və Fransa orada məğlub idi. Fransa orada öhdəliklər götürdü. Fransanın 3-cü Respublikası ilə imzalanmış müqavilə idi. Bismarck tərəfindən, Almaniya İmperiyası tərəfindən və həmin onun artıq orada imzalanan razılaşma 1919-cu il Versal sülhü ilə, yəni Paris konfransında imzalanan sülhlə yekunlaşacaq. Orada indi bir məsələ var, bəzən qarışdırırıq biz, deyirik ki, nədir? Frankfurt məsələsi var da, Frankfurt yazın belə. Frankfurt müqaviləsi 1871-ci il, bir də var 19-cu il Versal sülhü deyirik. Buna da biz Versal deyirik axı. Əslində elə deyil, bunları qarışdırmamalıyıq. Yəni, əslində 1871-də imzalanandır Frankfurt. Niyə ona Frankfurt deyirik? Əslində o müqavilə də Versal sarayında əldə olunur o razılaşmada. Niyə Frankfurt? Çünki Paris Kommunası, onda rejim dəyişmişdi. Paris Kommunası yaradılması həmin o müqavilənin tamamlanmasını biraz ləngitdi. Və 19-cu ilin yayında, üzr istəyirəm, 71-ci ilin yayında həmin müqavilə Almaniyanın Frankfurt Main şəhərində tamamlandı. 1871-də başlaması Versalda idi. Ona görə də biz həmin müqaviləyə Frankfurt müqaviləsi deyirik. Hansı ki, nə nəzərdə tuturdu? Elzas-Lotaringiyanın verilməsi, Fransanın təzminat ödəməsi və s. Bunlar Frankfurt müqaviləsi. Bu səbəbə görə Frankfurt adlanır. 19-cu ilin yanvarın 18-də başlayan konfransda imzalanan, yəni 28 iyunda imzalanan müqavilə isə elə Versal müqaviləsidir, burada imzalanır. Deməli, təsadüf olmamağı nə oldu? Həmin o məsələnin eynicinə salınması. Və burada yazmışıqca, məqsədi nə idi konfransın? Məğlub ölkələri cəzalandırmaq və sülh müqavilələri hazırlamaq. Qaliblər və bitərəflər iştirak edirdi. Sovet Rusiyası dəvət olunmamışdı. Sovet Rusiyası niyə dəvət olunmasın sizcə? Çünki müharibənin gedişində öz müttəfiqlərini atıb, Almaniya ilə separat sülh imzalayıb çıxmış. Separat sülh nədir? Xəbər vermədən imzalamışdı. Bir məsləhət etmədən imzalayıb çıxmışdı. Ona görə onu da ora dəvət eləməmişdi. Konfransın əsasını Wilsonun 1918-ci ildə verdiyi 14 maddəsi təşkil edirdi. Amma bu 14 maddənin həyata keçirilməsi müharibədən əvvəlki dövrdə imzalanmış müqavilələrə, gizli razılaşmalara zidd idi. Onu çorluyurdu onların bu işini. Ona görə də nə yaranırdı konfransın gedişində? Fikir ayrılıqları yaranırdı. Yəni, Wilson nə deyirdi? Ən əsas məsələ nə idi? Deyirdi, ərazi bölgülərini müəyyən etmək üçün, problemlərini həll etmək üçün xalqların öz müqəddəratını təyin etmə prinsipi ilə yanaşmalıyıq.
Bu nə deməkdir? Hər xalq, əgər istəyirsə, loru dildə deyirəm də, istəyirsə müstəqil olmaq, ona şərait yaradılmalıdır. Onun o müstəqil olmaq istəyi tanınmalıdır. Məsəl üçün, bizim Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması da görürsünüz, o Versal məsələsindən biz orada yararlandıq. Dedik ki, biz də öz müqəddəratımızı həll etmək istəyirik. O məsələ bu idi. Amma öz müqəddəratını həll etmək prinsipi gizli razılaşmalarla uyğun gələ bilərdimi? Xeyr, gizli razılaşma müqavilədə nələr ola bilərdi? Bölüşdürmüşdülər öz aralarında, filan yer səndir, filan yer mənimdir və s. Bu zaman öz müqəddəratı məsələsi işləyə bilərdimi? Xeyr, ona görə də nə baş verirdi? Fikir ayrılıqları yaranır. Əsaslar nə oldu? Müqəddəratı təyin etmə prinsipinin verilməsi, gizli diplomatiyadan imtina edilməsi və bir də təbii ki, nə olacaq? Silahlanmanın, hərbi qüvvələrin azaldılması. Bu 3 maddə əslində həmin o 14 maddə prinsipinin əsaslarını təşkil edirdi. Wilsonun, bax bu fikir ayrılıqlarından danışdıq. Burada bir dənə təsvir verilib. Göyərçindir, əlində zeytun budağı, bir də Wilson təsvir olunub. Bu, deməli, Punch jurnalı belə bir karikatura təsvir edib. Burada nə demək istəyir? Bunu da Loru Dildir, bəzən məktəbdə də şagird soruşa bilər. Burada, yəni, əslində bu mesaj ondan ibarətdir ki, əslində biz sülh yaratmaq istəyirik, amma bunu edə bilmirik. Buna imkan olmur. Bu nə demək? Burada deyir ki, bu da zeytun budağı. Zeytun budağı sülhü ifadə eləyir. İndi isə iş başına göyərçin də tərəddüdlə danışır ki, göyərçin də bilirik də sülh quşudur. Tərəddüdlə deyir ki, hər kəsi məmnun etmək istəyirəm, amma bu çətindir. Yəni, hər bir dövlət istəyir ki, müqavilə onun xeyrinə olsun. Onun şərtlərinə uyğun, onun mənafeyinə uyğun olsun. Hərə də bunu istəyəndə ortaq bir kompromisə getmək lazımdır bəzən. Olmur. Ona görə ki, mən sülhü yerinə yetirə bilmirəm. Belə bir problem var. Günahkarın narazılığı. Almaniyanın bu məsələdə, bu arada 19-cu ilin iyunun 28-də artıq Almaniya müqaviləni imzalayır və onun əsas narazılığı nə idi? Onun müharibədə günahkar sayılması. Buna niyə narazılıq? Çünki günahkarlığını qəbul edirdisə, nə baş verdi? O təzminat ödəyəcəkdi, dəymiş ziyanı ödəyəcəkdi. Ona görə də bu, onun ən çox, yəni onun müharibədə günahkar olmasının vurğulanması, bu müqavilənin Almaniya tərəfindən ən çox narazılıqla qarşılanan hissəsidir. Təzminat məsələsini qeyd etdik. Baxın, burada sonra qeyd etmişik ki, məğlublara ultimatum formasında göndərilirdi. Birinci, bax, burada bilməliyik ki, ultimatum nədir? Ultimatum odur ki, tələb göndərirsən, vaxt qoyursan. Ya etməlisən, ya da etməlisən. Başqa bir şey yoxdur. İki yol var burada. Sənə ultimatum göndərilir, deyir ki, bu müqavilənin şərtlərini, misal üçün, 48 saat ərzində imzalamalısan. İmzalamasan, hücum eləyəcəm. İmzalamasan, sanksiya tətbiq eləyəcəm və s. Bu ultimatumdur. Yəni, Almaniyaya konkret olaraq dedilər ki, götürürsən, müqaviləni imzalayırsan. İmzalamasan, darmadağın eləyəcəksən. Almaniyanın da həmin dövrdə məcbur idi imzalamağa. Ona görə şərtləri qəbul etməmək kimi şansı yox idi. Bütün məğlublara, indi digər müqavilələrdə var ki, ultimatum şəklində, yəni qəti olaraq imzalamasın və sorğu-sual ola bilməz ki, ay bu maddəni bəyənmirəm, ay bu maddə mənə uyğun deyil, yoxdur. Özü də orada məğlublar yox idi axı həmin konferansda. Onların özləri olmadan hazırlandı, bu əslində ağır proses idi də, indi üzdən oxuyanda elə deyib keçirik, amma çox ağır proses idi. Özü yoxdur orada, onun taleyini həll edib yazıblar, deyiblər ki, götür imzala, ultimatum formasında göndəriblər buna. Müqavilənin ilk deməli hissəsi sərhədlərə həsr olunmuşdur. Baxın, burada Avropanın həmin dövr sərhədləri qeyd olunub. Elzas-Lotaringiya nə idi? 71-ci il o Frankfurt dedi, orada olan həmin maddə, ümumiyyətlə 71-ci il Frankfurt müqaviləsi 19-cu ildə qüvvədən düşdü. Bitdi. Həmin əraziləri qaytardı Fransaya. Almaniyanın təzminat ödəmək məsələsi də var idi. Sar vilayəti var idi ki, Sar vilayəti verildi Millətlər Cəmiyyətinin idarəçisinə. Və deyildi ki, 15 il sonra buranın taleyi plebissit üsulundan
müəyyən olunacaq. Bu nə demək? Plebissit ümumi xalq səs verməsidir. Yəni bir referendumdur belə deyək. Dedi ki, Millətlər Cəmiyyətini biz üzr istəyirəm, Sar vilayətini Millətlər Cəmiyyəti idarə edəcək 15 il müddətinə. 15 il müddətini keçəndən sonra səs vermə keçirəcək. Bunlar hansı dövlətin tərkibində qalmaq istəsələr, onun da qalacaq. Düzdür, Hitler onu yoluna qoyur özünə məxsus formada, indi Almaniya mövzusunda danışacaq ətraflı. Sonra Şərqi Almaniyanın bir hissəsi deyək ki, Poznan və Qərbi Prusiya Polşaya verildi. Həmin deməli müqaviləyə əsasən. Deməli, Almaniya hansı öhdəlikləri götürdü üzərində həmçinin? Birləşməmək, nə birləşməmək? Yəni, Avstriya ilə birləşməmək. Avstriyanı təhdid etməmək, yəni mən daha böyük Alman dövləti yaradıram. Düzdür, Hitler bunu da saya salmayacaq. Müstəmləkələrindən məhrum oldu. Məcburi hərbi xidmət qadağan edilir. Ordusu 100.000 civarında belə deyək ki, müəyyən oldu. İndirildi də say, 100.000-dən artıq ordu saxlaya bilməz. Donanma ixtisar edildi, hərbi hava qüvvələri ləğv edildi. Və Reyn çayının hər iki hissəsi silahsızlaşdırıldı. Bu da xüsusi olaraq onun Fransaya qarşı təhdidinin qarşısını almaq idi. Gəlin xəritədə baxaq, təxmini Reyn çayını çəkəcəm. Deməli, Hollandiya, Almaniya təxmini çəkirəm. Sağ-sol ola bilər indi bu xəritədə. Gəldi, deməli, İsveçrə, burada Liechtenstein var, Avstriya ərazilərindən getdi də bu əhatəli Reyn çayı. Təxmini baxın buradır. Bir Reynin həm sağında, həm də solunda olan Almaniya ərazisi silahsızlaşdırıldı. Yəni, sən burada qoşun saxlaya bilməzdin. Təxminən belə bir boyda ərazi qoşunsuz oldu. Qoşunsuz olursa nə baş verdi? Sən artıq Fransaya təhdidin azalır. Təbii ki, Fransada başına gələnləri bildiyi üçün bu maddəni də xüsusi olaraq orada vurğulamışdılar. İndi davamda görək nələr baş verəcək. Paris konfransı dedi ki, Versal müqaviləsinin imzalanması və baxın, burada digər müqavilələrlə bu proses, bu sistem tamamlandı. Yəni, axı tək Almaniya deyildi, onun müttəfiqləri də var idi, digər məğlub dövlətlər də var idi. Misal üçün, Avstriya, görürsünüz, Avstriya, Macaristan, ümumiyyətlə konfransın gedişində və belə deyək də, Birinci Dünya müharibəsindən sonra imperiyalar parçalandı. Baxın, buna nümunə olaraq biz çəkə bilərik Rusiyanı. İndi burada SSR qeyd olunub, 20-ci illərdə SSR təşkil olunacaq da sonra. Deməli, Rusiya imperiyası parçalanır. Sonra burada baxın, Avstriya, Macaristan parçalanır. Sonra Almaniya imperiyası parçalanır. Osmanlı parçalanır. Yəni, bunların nəticəsində də yeni dövlətlər ortaya çıxacaq. Deməli, misal üçün ona görə görürsünüz, Avstriya ilə ayrı müqavilə imzalanır, Saint-Germain müqaviləsi 1919 ildə. Bolqaristanla ayrı müqavilə imzalanır. Baxın, buranı bir daha təmizləyim, təzədən qeyd edeyim, rahat olsun. Deməli, Saint-Germain müqaviləsi 19-cu ildə Avstriya ilə imzalandı. Baxın, belə bir dəqiqə bunu mən düzəldəcəm ki, biraz yaxşı olsun. Deməli, daha sonra Ney müqaviləsi Bolqaristanla imzalanır. Baxın, Bolqaristan bu bölgədədir. Sonra Trianon müqaviləsi 1900, Ney də bu arada 19-cu ildir, dərslikdə qeyd olunmadı. Tarixini 19. Trianon 1920-ci ildə Macaristanla imzalanır. Deməli, Macaristan 1920-ci il. Bu müqavilələr həmin o sistemi tamamlayır. Həmin müqavilələrdə də ümumi götürsək, ərazilərini qonşu dövlətlərə güzəşt etməli idilər, hərbi qüvvələrini məhdudlaşdırmalı idilər və təzminat ödəməli idilər Almaniya kimi. Yəni, bu dövlətlər də əslində Almaniya kimi öhdəliklər götürdülər. Nə dedik? İmperiyalar parçalandı, həmin o imperiyaları da qeyd göstərdim və milli dövlətlər yarandı. Milli dövlətlər nə idi? Baxın, nə dedik biz? Wilsonun maddəsində əsas məsələ nə idi? Xalqların öz müqəddəratını təyin etmək prinsipi. Yəni, hər toplum, hər millət öz dövlətini yarada bilərdi. Milli dövlətlər, bax, milli dövlət, hər hansı bir xalq, millət tərəfindən onun yaşadıqları bölgədə müstəqil dövlət yaratmalardır. Misal üçün, belə də Macarların dövləti, Macaristan Loro dildə deyim, nə bilim, Almanların
Almaniya onsuz da parçalanmışdı. Almanların öz dövlətindən fransızların öz bunlar var idi. Məsəl üçün Polşa dövləti bərpa edildi. Polşa məsələsinə gələk. Baxın, burada qeyd etmişik. Polşa, biz nə dedik? Dedik ki, Poznan ərazisi, yəni şərqi Almaniyanın bir hissəsi, Qərbi Prusiya və Poznan ərazisi yeni yaradılan Polşa dövlətinə verildi. Sonra da biz qeyd edirik ki, Polşa dövləti bərpa olundu. Yəni, yenə də yeni yaradılmış sayılır da. Məsələ nə idi? Polşa nə vaxt ləğv edilmişdi? Hansı ki, Prusiya, Avstriya, bir də Rusiya 18-ci əsrdə 72-95-ci illər aralığında 1700 neynədilər? Respospolitanı bölüşdürdülər. Artıq Yekaterina dövrünə düşürdü. Polşa silindi xəritədən. Bölüşdürdü bu dövlətlər öz aralarında. Və Birinci Dünya müharibəsindən sonra isə Polşa artıq bərpa olundu. Sonra burada milli azlıqlar qeyd etmişik. Milli azlıqlar nə məsələ idi? Milli azlıq, yəni dediyimiz kimi də hər millət ki, öz ərazisində müstəqil olmağa belə bir şərait yaratdılar. Bu zaman hamı qalxırdı ayağa. Yəni əslində müsbət tərəfi ilə bərabər bu məsələnin ciddi problemləri də oldu. Gələcək sülh üçün təhdid oldu. Çünki hər kəs istədi, hər kəs etiraz etdi ki, mən də dövlət istəyirəm. Bu da dünyanın siyasi xəritəsində çox ciddi dəyişikliklərə səbəb olardı. Onsuz da kifayət qədər dəyişiklik olmuşdu. Deməli, Balkanlarda da, yəni bu hissədə də vəziyyət, sərhədlər dəyişdi. Yəni Serb, Xorvat, Sloven krallığı, hansı ki, burada Yugoslaviya qeyd olunub, sonradan Yugoslaviya adlanır 20-ci illərin sonlarından. Yəni Serb, Xorvat, Sloven krallığı yaradıldı. Sonradan Yugoslaviya adlandı. Avropa dövlətləri Osmanlının parçalanmasını təmin edən bu şərq məsələsi, biz hələ daha əvvəllərdən bu məsələdən danışırdıq ki, dəfələrlə çalışırdılar. Şərq məsələsinin əsas nə idi istəyi? Osmanlını parçalamaq. Və bunun da bir dəfəlik artıq dedilər ki, bu Osmanlı məsələsində bu konferansda bu müqavilə ilə bir dəfəlik həll edəcəksinə də belə olmaz. Amma Fransa ilə İngiltərə arasında olan ziddiyyətlər Osmanlı ilə imzalanan müqaviləni gecikdirirdi. Hansı müqavilə imzalanacaq? Sevr müqaviləsi. Və bu hansı ziddiyyətlər ola bilərdi? Yəni, düzdür da, indi bunlar dərslikdə yoxdur. Qısa ipucları verim ki, mövzu daha yaxşı anlaşılsın. Yəni, İngiltərə misal üçün deyirdi ki, mən Aralıq dənizi sahillərini, Suriyada bu neftli torpaqlar istəyirəm, elə deyək. Fransa da deyirdi ki, mən Aralıq dənizində möhkəmlənmək istəyirəm, bu istiqamət. Aşağıdan da bu Aralıq dənizinin şərq sahillərindən Misirdə bu məsələlərin içərisində ziddiyyət təşkil edə bilərdi. Suriyası var idi. Yəni Aralıq dənizinin şərq sahilləri ki, burada problemlər çox idi. Yəni Osmanlı hissəsində də danışdıq. Məsəl üçün Suriyada möhkəmlənmə var, Hicaz məsələsi var idi. Aşağıda lap ərəb ölkələrində hələ müharibənin gedişində baş vermişdi. Yəni bunlar bir ortaq məxrəcə gəlmirlər ki, misal üçün deyək ki, Suriya sənin, Livan mənim, nə bilim, Fələstin filan kəsin, bölüşdürəcəksin. Amma buna razılığa gələ bilmir. Ona görə bu ziddiyyətlər uzadırdı. 20-ci ildə Sevr müqaviləsi imzalanır. Deməli, İngiltərə, Fransa, İtaliya və Yunanistan arasında bölüşdürülməli idi Osmanlı əraziləri. İndi Osmanlı-Türkiyə mövzusunda buna daha ətraflı toxunarıq. Amma bu müqavilənin həyata keçirilməsinə Mustafa Kemal imkan vermədi. Hansı ölkələr arasında bölüşdürüləcəkdi? İngiltərə, Fransa, İtaliya, bir də Yunanistan. Yəni, belə bir şeylə Türkiyə ərazisini, yəni hələ ki Osmanlı ərazisini bölüşdürəcəkdilər. Amma Mustafa Kemalın hərəkatı, yəni türklərin o milli azadlıq hərəkatı buna mane oldu. Fransanın Rusiya ilə bağlı məqsədi qeyd etmişik. Nə ola bilərdi? Bunu bir dənə bilim xəritənin üzərinə deyəcəm. Fransa əslində Rusiya ilə müttəfiq idilər və Almaniyanın şərq hissəsində də, baxın, bura Almaniyadır, bura Fransadır, burada Rusiyadır. İndi burada Polşa zad var, o bildikdə yeni yaradıldı. Deməli, Fransa Rusiya adlı bir müttəfiqini itirdi artıq bu prosesdə. Nə baş verdi? Rusiyada siyasi rejim dəyişdi. Artıq Rusiya separat sülh imzalayıb çıxdı müharibədən. Yəni, problemlər kifayət qədər var idi. Artıq güvənilə bilməzdi Rusiyaya. O zaman Fransa oturdu, düşündü ki, mən nə etməliyəm? Mən Almaniya ilə Rusiya arasında
olan milli dövlətləri, milli dövlət anlayışını dedik də, bunlar misal üçün Polşası olsun, Rumuniyası olsun, fərq etmir də bu bölgədə olan dövlətlər. Mən bunları dəstək verib gücləndirməliyəm ki, həm Rusiyanın bu istiqamətdə yayılmasının qarşısını alıram və həmçində arada Almaniyaya da təsir var. Yəni bunları, bu aranı doldururam ki, gücləndirirəm ki, burada problem yaranmasın. Mənə qarşı gələcəkdə hər hansı bir təhdid olmasın. Onsuz da Almaniyanı bu tərəfdən zəlil gününə qoymuşam. Belə deyək öz aləmində düşündü. Amma nə baş verdi? Heç nə baş vermədi, alınmadı. Orada milli azlıqlar problemi və s. Yəni bu baş tutmadı. Wilson nə istəyirdi? Əvvəldən dedi 14 maddə prinsipi var idi, gizli diplomatiyadan əl çəkirik. Yəni Wilson deyirdi ki, bax görürsünüz orada xüsusilə həm də vurğulanır ki, hərbi qüvvələrin azaldılması. Wilson deyirdi ki, qardaş, biz dava-dalaşla həll eləməyik də bu məsələləri. Sülhlə, danışıqlarla həll eləyək. Onun üçün də nə nedir? Millətlər Cəmiyyətinin yaradılması əslində Wilsonun təklifi ilə yaradıldı. Bu dəqiqə bax hər birinizin çoxunuzun beynində yaranan sual. Axı ABŞ bura qoşulmadı. Wilson özü təklif eləyir Millətlər Cəmiyyətinin yaradılmağına, amma qoşulmur. Bu necə olur? Və ABŞ-nin qoşulmaması da nəyə səbəb oldu? Böyük bir gücdən Millətlər Cəmiyyəti məhrum oldu. Bu da onun güclü olmamasına səbəb oldu. Bu onun da gələcəkdə problemlərin daha da çox olmasına səbəb oldu. Burada indi bir-bir təhlil edək. Məsələn, niyə ABŞ qoşulmuyor? Demək, Millətlər Cəmiyyəti Wilsonun məqsədi nə oldu? Sülh, nə bilim, danışıqlar, bununla həll edirik. Bunun üçün də bunları həyata keçirmək üçün, bu Millətlər Cəmiyyəti təşkil etmək üçün də İngiltərə və Fransaya müəyyən güzəştlər elədi. Həmin konfransda da məğlublar da çağırılmamışdılar və Sovet Rusiyası da dəvət olunmamışdı. Burada da yenə bir sual işarəsi yaranacaq avtomatik. Biz bilirik ki, Almaniya qoşulacaq. Sovet Rusiyası SSR qoşulacaq Millətlər Cəmiyyətinə. Bu hələ ki olandı. Yəni hələ ki yaradılanda məğlublar və Sovet Rusiyası qoşulmur. İndi sonrakı dövrdə Almaniya ilə dostluq münasibətləri, Almaniya ilə razılaşmalar olacaq. Reyn təminat paktı, Locarno konfransı və onlar qoşulacaqlar. O ayrı bir məsələ. Amma hal-hazırda yaradılanda bunlar nəzərdə tutulmadı. Bundan söhbət gedir. ABŞ-nin qoşulması. Bax, ABŞ ümumiyyətlə idarə etməsi belədir ki, beynəlxalq müqavilələr, beynəlxalq məsələlər Senat tərəfindən təsdiqlənməli idi. Məhz ABŞ-nin Millətlər Cəmiyyətinə qoşulmasını Senat təsdiqləmədiyinə görə ABŞ qoşula bilmədi. Nə olsun Wilson təklif eləmiş? Elə bil ki, uşaq məktəbdə danışır ki, gəlin bir dənə qəşəng futbol komandası quraq, gedək oynayaq da, özüm də kapitan olacam, hər şeydə qəşəng gedək qonşu kəndlərlə, nə bilim, şəhərlərlə yarışaq. Uşaq gəlir evə, atası deyir ki, qələt eləyirsən, o gündə sən futbol düşmür, yox. Amma uşaq təklif eləmişdi onun yaradılmasını, amma evdən qoymadılar da, dedilmədi. Bax, Senat elə bil, Wilsona dedi ki, ağıllı ol. Niyə dedi Senat bunu? Çünki Fransa İngiltərəyə güzəştlər edilmişdi. Gələcəkdə ABŞ Millətlər Cəmiyyətində olsaydı, artıq ənənəvi siyasətindən uzaqlaşacaq idi. Millətlər Cəmiyyətinin üzvü deyək, məcburdur hər hansı bir problem yarananda ona avtomatik reaksiyasını versin. Bu da onun izolyasiya deyirlər, yəni təcrid edilmə siyasətinin pozulması demək, uyğun deyildi. Ona görə də dedi ki, sabah İngiltərə və Fransaya sərf eləyən hər hansı bir münaqişə olacaq, hər hansı bir məsələ olacaq, mən məcburən ora qoşulmalıyam. Ona görə də lazım deyil mənə millətlər. Və Millətlər Cəmiyyətinə ABŞ-nin qoşulmaması nə ilə nəticələndi? Onun zəif olması ilə nəticələndi. Davam edək. Paris konfransı düşünülən kimi, yəni planlaşan kimi uğurlu bir məsələ olmadı. Təbii ki, biz sonra görəcəyik ki, hətta bunun burada verilən bəzi qərarlar oldu ki, sonradan problemlərin daha çox qabarmasına gətirib çıxardı. Yəni, burada ziddiyyətlər və cəzalandırıcı sülh. Yəni, bir növ Paris konfransında bu imzalanan müqavilələr elə bil ki, sülh əvəzinə daha çox məğlubu cəzalandırmaq funksiyasını yerinə yetirir. Ziddiyyətlər nə idi? Baxın, bu narazılıqlar həm qaliblər arasında var idi, həm məğlublar arasında. Yəni, doğru dildə desək, qalib dövlətlərdə, məğlub dövlətlərdə heç biri bu müqavilələrin şərtindən razı qalmadılar. Bayaq biz nə dedik? Hər kəs, o göyərçin nə deyirdi? Deyirdi, hər kəsi məmnun edə bilmirəm. Etməyə çalışıram, amma bu mümkün deyil. Yəni, hər kəs özünə uyğun şərtlərə nail olmaq istəyirdi, bu da baş vermədi və problemlər yarandı. Fransa öz təhlükəsizliyi üçün o planlaşdırdığı məsələyə nail ola bilmədi. Nə idi? Dediyi Rusiya arada gücləndirmək istəyir Şərq Avropanı. Amma alındı mı xeyr? Problemlər, azlıqlar problemindən tutmuş, yəni qarışıqlıq yarandı. İtaliya küstü.
İtaliya niyə küsdü ki? Nə olmuşdu? Dedi ki, 15-ci ildə mənimlə müqavilə imzaladınız, gizli razılaşdıq ki, mənə də ərazi. Nə oldu? Elə 3-4 dənə ərazi. Baxın, İtaliya və Yaponiyanın narazılığı burada da qeyd etmişəm. Məhz davamlı sülhün olmamasının, ümumiyyətlə bu proseslərin heç biri davamlı sülh olmadı. Olmamasının səbəblərindən biri də Yaponiya və İtaliyanın narazı qalması idi. Bunlar hər ikisi əslində belə desək ki, əldə etməli idilər, amma narazı qaldılar. Heç ərazi əldə etmədilər deyə bilmərik. Çünki Yaponiya özü Sakit okeandan sonra Çinin bir hissəsini əldə edir. Amma baxdı ki, İngiltərədir, Fransadır, onlarla niyə bizim aramızda fərq olmalı ki? Niyə biz az ərazi əldə etməliyik? Ona görə də bunlar narazı qaldılar. Yəni görürsünüz, qaliblər belə narazı. Müstəmləkə məsələsində ABŞ yenə də mandat sistemini təqdim etdi. Mandat sistemi bu ərazilərin birbaşa ilhaqının qarşısını almağa yönəlmişdi. Yəni, mandat sistemində nə nəzərdə tutulub? Keçmiş Alman və Osmanlı mülkləri bölüşdürüləcək. Qaliblər arasında bölüşdürüləcək. Əgər qaliblər bu ərazini elə birbaşa götürdü, hərə bir şey götürdü, dedi bu mənimdir, soqtardı, getdi. Bu ərazi ilhaq edilərsə, gələcəkdə onlar üçün ABŞ-a ziyan idi, onlar güclü olacaqlar. Amma neynədir? Mandat sistemini tətbiq etdi. Həmçinin də İngiltərə və Fransanın güclənməsini istəməyən ABŞ Almaniyanın tam zəiflətməsini də istəmirdi. Almaniyanın tam sıradan çıxmasını da istəmirdi. Yəni balans, tənzimləmək istəyirdi də siyasət. Yəni buradan da görünür ki, siyasətdə kimsə kiminsə qara qaşına gözünə aşiq olmur. Maraqlarına uyğun olaraq onu dəstəkləyə də bilər, maraqlarına uyğun olmadıqda isə ona qarşı gələ bilər. Və Almaniya və Osmanlı mülkləri mandat sistemi əsasında bölündü. Mandat sistemi birbaşa ilhaqın qarşısını almaq üçün idi. Bəli, haqlısınız. Hal-hazırda beyində sual yaranır ki, bəs orada axı C kateqoriyasında mülki olaraq hesab olunur. Elə bu ilhaq deyil. Yəni bu nədir? Açıqlayacağam onu da. İzahını verəcəm. Deməli, mandat sahibi kimlər oldu? İngiltərə oldu və onun dominionları təbii ki, Fransa, Belçika və Yaponiya. Bunlar, deməli, Belçika, üzr istəyirəm, Hollandiyadır. Belçika, sonra İngiltərə, Fransa, Yaponiya da o tərəfdə, uzaq şərq. A, B, C kateqoriyaları var idi. A və B deyirdi, onlara müstəqilliyi hazırlamaq lazımdır. C isə onun mülkü hesab olunurdu. Baxın, sual burada yaranır. Əgər ilhaqa qarşı idisə, elə bu onda mülki hesab olunma necə idi? Yəni, əslində mandat sistemi ilhaqın bir alternativi idi. Yəni, onun əvəz edicisi idi. Yəni, belə deyək ki, bunu etmirik, bunu daha yumuşaq formada edirik biz mandat sistemində. Yəni, olmasın. A, B kateqoriyasını qısa açıqlasaq nə idi? A, müstəqilliyə hazır olanlar idi ki, artıq inkişaf ediblər bunlar. Biraz üzərində işləyib müstəqil eləyək. B kateqoriyası isə biraz zəifdirlər. Bunları daha inkişaf etmək, sonra müstəqil eləyək. Yəni, ona görə də A, B müstəqilliyə hazırlanma idi. A daha tez olacaqdı, B biraz daha inkişaf eləyəndən sonra. C isə geridə qalmışlar idi. Yəni, alınmırdı da bunları elə mülk kimi idarə eləmək lazımdır. Amma mandat sistemi məsələsi nəyə görə bu birbaşa ilhaqın qarşısını alırdı? Yenə də adam onu mülki hesab eləsə də sənədlə mandat sistemi formasında verirdi. Sabah ona deyə bilir ki, qardaş, elə bir razılaşma var, elə götürüb idarə eləmirsən. Yəni, sənəd üzərində əslində ilhaqa qarşı olsa da, ilhaq da etmək mümkün idi. Yəni, bu bilirsiniz nəyə oxşayacaq? Bir nəfər gedib girir birinin evinə, tutur o evi. Deyir ki, bu evi mən əlimdə saxlamışam, amma mənim deyil. Yəni, mənim evim deyil, amma əlimdə saxlamışam. Bu, belə deyək ki, C kateqoriyasına aid bir misaldır da. Amma neyinir? Evin açarı da bundadır, evi başqasına kirayə də verə bilir, evi gələcəkdə istəsə sata da bilər. Amma deyir ki, mənim deyil. Sadəcə elə belə götürüb saxlayır. Yəni, bu mülk sistemi də belə bir şey idi. Yəni, əslində ilhaq kimi götürmək olar, amma sənəd üzərində sayılmır və müəyyən, belə deyək ki, mandatla verilir bu əraziyə, mülk olaraq verilsə. Cəzalandırma məsələsini qeyd etdik. Təbii ki, cəzalandırıcı sülh rolunu oynadı bunlar. Daha çox sülh yaratmaqdansa cəzalandırmağa xidmət elədi. Və bu proseslər, xüsusilə Versalın ağır şərtləri 20-ci illərdə Almaniyada millətçi qrupların fəallaşmasına gətirib çıxardı. Dedilər ki,
Da, yəni Hitler başda olmaqla belə deyək ki, Almaniyanı bu müqavilədən xilas eləməliyik, bu Versal sisteminin buxovlarından xilas olmalıyıq, belə çıxışlar getdi və nəticəsində 2-ci Dünya müharibəsi. İkili standart nə idi? Baxın, ikili standart o demək idi ki, ümumiyyətlə ikili standart sözünün mənasını açıqlayaq. İkili standart eyni qanunun fərqli formada münasibət göstərir. Nə demək? Misal üçün, bir məktəbdə müəllim sinifdə uşaqların hamısına deyir ki, uşaqlar, bundan sonra kim dərsə gecikdi, dərsə buraxmayacam, qaybını yazacam, rədd eləyəcəm sinifdən. Lap belə deyək. Nə baş verir? Bu konkret qaydadır. Hamı buna uymalıdır. Amma müəllim ikili standart yürüdərsə nə edir? Uşaq biri gələndə qaydanı ona göstərir ki, nə dedim mən? Dedim ki, qayb yazılacaq, çıxıb gedəcəksən. Getdin. Amma başqa bir uşaq gələndə onu buraxır sinifə. Buna baş verdi, bu ikili standart. Qanuna birində uydu, birində uymadı. Misal üçün, dövlətlər üzərindən, bunu siyasətdən danışaq. Tez-tez biz də Qarabağ məsələsində ikili standart məsələsində qeyd eləyirdik. Nədir? Bir dövlət durur, işğalı pisləyir. Deyir ki, ərazi işğal etmək pisdir, başqa bir dövlətin hüquqlarını pozmaq pisdir, amma görürsən ki, özü həmin siyasətə həyata keçir, gedir işğal edir. Bu ikili standartda nə oldu? İstəyirsən, amma özün gedib eləyirsən. Burada ikili standart məsələsi nə olacaq? Elə bu məsələlərdən biri. Dedilər ki, xalqlara öz müqəddəratını təyin etmək hüququ verilir. Biz bunu qəbul edirik, razılaşdıq. Amma ingilislər öz ordusunda döyüşən hindilərə bunu vermədi. Fransız və ingilislər o ərəblərə, Osmanlıya qarşı qaldırmışdılar, onları söz vermişdilər ki, sizi müstəqil edəcək. O vəd yerinə yetirilmədi. Başqa bir məsələ, özlərinə daha çox ərazi götürdülər. İtaliya və Yaponiyada küsmə səbəbi o idi. Sonra mandat adı altında dedilər, mandat ilhaq deyil, amma Afrikada, ərazilərdə kifayət qədər müstəmləkəçilik siyasətlərini davam etdirdilər. İngiltərə və Fransa mandat. Yəni ona görə də bu proseslər daimi sülhə nail ola bilmədi və tədqiqatçılardan biri ən gözəl sözdür məncə bunu, qum üzərində qurulmuş sülh, yəni balaca bir külək olan kimi dağılıb getdi. İndi davam eləyək. Avropada, sonra Afrikada, yaxın şərqdə məsələlər həll olunandan sonra nə dərəcədə həll olundu, yəni dırnaq arası deyil, tam həll olunması da, yəni bir razılaşma əldə oldu da Paris konfransı. Bundan sonra uzaq şərq, Sakit Okean bölgəsində isə məsələləri həll etmək üçün 1921-in sonu, 22-nin əvvəlləri olan Vaşinqton konfransı çağırıldı. Vaşinqton. Deməli, məqsəd nə idi? Uzaq şərq və Sakit Okeandakı məsələləri həll etmək. Bir neçə müqavilə imzalandı bu konferansın gedişində. Bunlardan biri 4 dövlət müqaviləsi deyirlər. ABŞ, İngiltərə, Fransa və Yaponiya arasında imzalandı. Müqavilənin belə deyək ki, şərtlərinə görə həmin bu dövlətlərin Sakit Okeandakı mülkləri müəyyən edildi, tənzim. Başqa bir müqavilə Çinə aid müqavilə idi ki, bu müqaviləyə əsasən Çinin müstəqilliyi, ərazi bütövlüyü tanındı. Çində sənaye və ticarət sahələrində bərabər imkanlar prinsipi tətbiq olundu. Bu əslində ABŞ-nin açıq qapılar siyasətinin keçirilməsi idi. Yəni, məsələ nədən ibarət idi? Yəni, Çin artıq bu sərhədlərdə görürsünüz, burada bu Koreya, görürsünüz, Yaponiya tərkibində verilir. Deməli, Çin müstəqillik ərazi bütövlüyü tanındı. Bu orada, deməli, Tayvan ərazisidə görürsünüz, Yaponiya olaraq göstərilib. Sonra, deməli, bu açıq qapı idi ki, yəni, nə dedilir? Sənaye və ticarət sahəsində bərabər imkanlar. Yəni, girib çıxıb ticarət edə bilərdin, orada müəssisə yarada bilərdin və s. Yəni, açıq qapı siyasəti tətbiq olundu. Üçüncü müqavilə dəniz silahlarının məhdudlaşdırılması ilə bağlıdır. Bunun nəticəsində bu müqavilənin Yaponiya Sakit Okeanda belə deyək ki, məhdudlaşdırıldı gücü. İngiltərənin dəniz üstünlüyü ABŞ ilə bölüşdürüldü. Bu da üçüncü müqavilənin nəticəsi idi. Ümumilikdə götürsək, Versal-Vaşinqton sistemi dünyada yeni bir sistemdir. Yəni, dünya müharibəsindən sonra münasibətlər yeni formada tənzimləndi. Amma dövlətlər arasında olan siyasi, iqtisadi problemləri, dövlətlərin özündə olan problemləri tamamilə həll edə bilmədi. Və bu proses zamanı əldə olunan, verilən bəzi qərarlar var idi ki, gələcəkdə münaqişələrin
daha da böyüməsinə səbəb oldu. Misal üçün, Millətlər Cəmiyyətindən ABŞ və Sovet Rusiyasının kənarda qalması onun işinin zəif olmasına, gücünün zəif olmasına gətirib çıxardı. İndi burada yenə də əvvəldə dedim, əslində sual yaranır ki, axı SSR qoşulur, bəs biz niyə deyirik Sovet? Birincisi o Sovet Rusiya, ikincisi də Almaniyada qoşulacaq. Məğlublar ilk vaxtlar çağırılmalılar, yəni dəvət qəbul olunmalılar. Amma SSR qoşulanda artıq ay-hay getmişdi, vay-vay qaldı. Hitler aləmi qatırdı bir-birinə yavaş-yavaş. Yəni, ona görə də ümumidə bu proseslər Millətlər Cəmiyyətinin gücsüz olmasına da gətirib çıxardı. Bir daha vurğulayırıq, yeni sistem qurulsa da, yeni sistem deyəndə qeyri-adi bir şeydir, sərhədlər dəyişdi, yeni idarə etmə quruldu və s. Amma problemləri tamamilə həll edə bilmir. Bu mövzu ilə bağlı dərsimiz bu qədər. Uğurlar hələ.